Məşhur İran şairi Professor Məhəmməd Hüseyn Şəhriyar şeirlərində Azərbaycan Respublikasının bəzi şairlərini xatırlayır. Onlardan biri Nəbi Xəzridir. Onun adı Şəhriyarın şeirlərində Azərbaycanın görkəmli ədəbi simaları sırasında çəkilir. Rəhimli Süleymanlı görün bəxtiyar olsun. Gülgün bacım Azər qadını bərqərar olsun. Osman Nəbi Külsaylı Rəsul Tudəvar olsun. Fürsətdə səhənd ilə sizə gül səpərik biz. Hər göz sizi görmüşsə o gözdən öpərik. Nəbi Xəzri 1924-cü ildə Bakı şəhərinə bağlı Xırdalan şəhərində anadan olub və 2007-ci ilin yanvar ayında vəfat edib. Ömrü boyunca şeir, pyes yazarlığı, jurnalistika, tərcümə və ssenari sahələrində çoxsaylı əsərlər yaradıb. Onun kitabları arasında İllər və Sahillər, Ulduz Karvanı, Nəsillər Əsrlər, Ağ İldırımlar, Ey torpaq sənə and içirər, Ömrün çinarından yarpaqlar və Əsrin qan laləsi kimi əsərlər yer alıb. Nəbi Xəzrinin şeirləri və yazıları dünyanın müxtəlif dillərinə tərcümə edilərək nəşr olunub. Geniş və çoxşaxəli yaradıcılığı ilə Nəbi Xəzri Azərbaycan ədəbiyyatı və mədəniyyətinin zənginləşməsində mühüm rol oynamışdır.